Salam, hər vaxtınız xeyir. Mən Əli Tahirov. Sizlərə məntiq fənnindən qəbula ən çox sual düşən mövzulardan biri olan mətnin məntiqi təhlili mövzusu ilə bağlı fərqli bir metod göstərəcəm. Biz adətən məntiq təhlili suallarında cədvəl qurmaqla sualı həll edirik. Bu da çox vaxt işə yarayır, cədvəlin köməyi ilə bir sual tapırıq. Amma bəzi hallarda bu üsuldan istifadə etsəniz, o cədvəl üsulundan çox daha sürətli olacaq, həm də çox daha asan olacaq. Həmin tip sualları indi mən göstərəcəm. O suallarda cədvəl qurduğumuz zaman biz bəzən hansısa ipucunu gözdən qaçıra bilirik və yaxud da ki, daha gec tapırıq. Amma burada həm cədvəl qurmadığımız üçün bu üsul daha sürətli olur, həm də ki, bəzi məqamları görməyimiz daha asan olur bu üsulun köməyi ilə. İndi suallar üzərinə mən göstərəcəm ki, hansı suallarda cədvəl qururuq, hansı suallarda isə bu üsuldan istifadə edə bilərik. Baxın, məsələn, bu 17 nömrəli sualda biz görürük ki, 5 nəfər insan adı verilibdir, 5 bacıdır və 5 dənə də peşə verilib. Deməli, burada xana-xana cədvəl qurmaq bizim çox işimizə yarayacaq. 5 insandır, 5 dənə peşədir. Cədvəl quraraq sualı həll edirik. Başqa bir sual üzərində göstərsəm, 18 nömrəli sualda 4 dost var, 4 şəhər var. Burada da adam sayına uyğun şəhər varsa, yenə cədvəl qurmaqla sualı həll edirik. Amma ki, baxın, əgər adam sayına uyğun peşə verilibsə, adam sayına uyğun rayon verilibsə, yəni verilən digər məlumat adam sayına uyğun gəlirsə, bu zaman xana-xana cədvəl qurmaq çox işə yarayır. Amma bəzi sual tipləri var ki, orada verilən məlumatla, yəni verilən insan adları ilə digər məlumatdakı saylar üst-üstə düşmür. Həmin tip suallarda bu nöqtələr üsulu çox işimizə yarayır. Baxırıq 19 nömrəli suala. Deyir, Tural, Bilal, Cəlal, İnal və Səmra adlı tələbələrdən ikisi ingilis dili, ikisi rus dili, biri Yapon dili kursuna gedir. Deməli, 5 nəfər var. Burada 5 ayrı dil versəydi, mən yenə cədvəl quraraq həll eləyərdim. Burada deyir ki, ikisi ingilis dili, ikisi rus dili, biri Yapon dili. Yəni bizə 3 dənə dil verir. Onda belə etmək olar. Məsələn, cədvəl qurub deyə bilərik ki, 2 dənə ingilis dili yazaq, 2 dənə rus dili, 1 dənə Yapon dili. Amma onun əvəzinə bu üsuldan istifadə etsək, nöqtələr üsulundan istifadə etsək, çox daha rahat tapa bilərik. Yazıram bura. İngilis, rus və Yapon. Və orada saylar bizə verildiyi üçün o sayları biz ipucu kimi istifadə edirik. 2 nəfər ingilis dilini bilirsə, mən bura 2 dənə nöqtə qoyuram. Yəni 2 dənə yer ayırdım. 2 nəfər rus dilini bilirsə 2 dənə nöqtə qoyuram. 1 nəfər Yapon dili bildiyi üçün 1 dənə nöqtə qoyuram. 5 dənə insan adı var idi. Burada 5 dənə nöqtə qoydum və onların yerini ən azından hansı dili neçə nəfər bilir o şəkildə müəyyənləşdirdim. Və məlumatları dolduraq. İnal rus dili kursuna gedir. Gəlirəm rus dilindəki nöqtələrdən birinə İnalın baş hərfini yazıram. Artıq nöqtələrdən biri doldu. İnalın adını silə bilərik. Nə Cəlal, nə Tural onun kurs yoldaşı deyil. Cəlal və Turalın baş hərflərini yazıram aşağıda. Üzərinə xətt çəkirəm və bilirəm ki, Cəlal ilə Tural İnalın kurs yoldaşı deyil. Tural ilə Səmral eyni bir dili öyrənirlər. Tural ilə Səmralı kənarda alt-alta yazıram və birləşdirirəm. İndi baxıram nöqtələrə ki, mən bunu hara yerləşdirim? Əgər İnalın yanına aparsam, orada bir yer var. Əgər Yapon dilini aparsam, orada bir yer var. Deməli, Tural və Səmral gəlir ingilis dilinə. Beləcə onların da yerini tapdıq. Tural və Səmralın da adını silirəm. Son olaraq Bilal və Cəlal qaldı. Baxıram ki, məndə 2 dənə nöqtə qalıb. Yəni 2 dənə yer qalıb. Bilal və Cəlal necə yerləşdirək? Rus dilinə Cəlal yaza bilmərəm. Çünki Cəlal'la bağlı qadağa var. İnalın kurs yoldaşı Cəlal deyildi. Onda bura Bilal düşür, burada Cəlal düşür. Beləcə hamısını tapdıq. Yapon dilini öyrənən tələbə kimdir? Yapon dilini öyrənən tələbə C hərfidir, Cəlaldır. Başqa bir sual nümunəsi üzərindən baxaq. Deyir ki, A, B, C, D, E, F-nin hər birinin bir ədəd maşını var. Bu maşınlardan 3-ü qara, 2-si qırmızı, 1 ağ rəngdədir. Baxın, yenə 6 nəfər verilib, amma 3 dənə rəng verilib. Əgər 6 dənə rəng versəydi, mən cədvəl qurardım. Amma bu tip suallarda, yəni insan sayı ilə verilən digər məlumatın sayı üst-üstə düşmürsə, ən azından növ olaraq üst-üstə düşmürsə, say olaraq üst-üstə düşür. Çünki 3 qara, 2 qırmızı, 1 ağ. Amma rənglərin növü 3 dənədir. 3 dənə rəng adı var. Üst-üstə düşmür. Ona görə cədvəl qurmaqdansa bu nöqtələr metodu bizim işimizə yarayır. Yazıram bura qara, qırmızı və ağ. 6 nəfərdir, mən də 6 nöqtə qoymalıyam. Hara nöqtələri qoyacağımı bilirəm. Deyir ki, 3-ü qara. Qarada 3 dənə yer ayırıram. 2-si qırmızı, biri də ağ. Və indi ipuclarına baxaq. Deyir ki, B və C-nin maşınları eyni rəngdədir. Kənarda B və C-ni alt-alta yazıram, birləşdirirəm. Bunları hara yaza bilərəm? Ən azından bilirəm ki, ağa yaza bilmərəm. Çünki bir dənə yer var. F və E-nin maşınları müxtəlif rəngdədir. F və E-ni burada qeydiyyat kimi yazıram. F və E. Üzərinə xətt çəkirəm ki, yadımda qalsın ki, onları bir yerə yazmayacağam.
Son olaraq bizə dəqiq bir ipucu verir. A-nın maşını qaradır. Qara nöqtələrdən birinə gəlirəm, A yazıram. İndi deyir ki, aşağıdakılardan hansı mütləq doğrudur? Əvvəlcə əlimdə qalan hərflərə baxsam, sadəcə A-nı yerləşdirmişəm. A-dan başqa digər hərflər qalıb. Burada ipucu kimi yazdıqlarım var. B, C, F, E. Onları da buradan silsək, son olaraq bir dənə D qalıbdır. D-ni da gətirib yazıram bura. İndi necə davam eləməliyəm? D tək qalıbdır, F və E də ayrı olmalıdır. Amma B və C bir yerdədir. Bu ikisinin köməyi ilə davam edə bilərəm. Mən deyirəm ki, B və C-ni hara yazım? A yaza bilmərəm, çünki A-da bir yer var. Ya qaraya yazacam, ya qırmızıya. Deməli, 2 dənə ehtimal yaranır. Baxın, sualda da bizdən soruşur ki, hansı mütləq doğrudur? Deməli, sualın özündən də biz anlayırıq ki, burada deməli, başqa ehtimallar ola bilər. Bunun eynisini bir daha qururuq. O qədər də çətin deyildi. Əgər cədvəl çəksəydim, cədvəlin eynisini çəkmək vaxt aparır. Amma burada sadəcə nöqtələrdir. Eynisini bir daha yazırıq. B və C-ni bir dəfə qaraya qoyuruq, bir dəfə qırmızıya qoyuruq. Burada təkrar yazıram. Qara, qırmızı, ağ. Qara, qırmızı, ağ. Və qaraya A-nın birini yazıram. Qarada 2 dənə nöqtə. Qırmızıda 2 dənə nöqtə. Ağda da 1 nöqtə. Gəlirəm B və C-ni bir dəfə qaraya yerləşdirirəm. Əvvəlcə bu birini bitirək, sonra keçək digərinə. B və C-ni qaraya yerləşdirdikdən sonra əlimdə qaldı D, F, E. Deyirəm ki, D, F, E-ni necə yerləşdirim? Əgər mən D-ni ağa qoysam, F və E eyni yerə düşəcək. Bizə demişdi ki, F və E ayrı olsun. Deməli, D-ni ağa qoya bilmərəm. D-ni qoyuram qırmızıya. F və E müxtəlif yerlərdə olmalıydı. F və E-ni də yazıram bura. Son olaraq burada başqa nə edə bilərəm? Mən bilirəm ki, F və E müxtəlif yerlərdədir. D-nin qırmızı olmağı məcburi oldu, amma F və E-ni müxtəlif yerə qoyarkən mən bilmədim ki, hansını qırmızıya qoyum, hansını ağa. Burada da əlavə olaraq onları dairəyə alıb işarələyə bilərəm ki, onlar öz aralarında yer dəyişə bilər. Bir də təzədən ayrıca bir daha yazmayım deyə burada işarələyirəm ki, F və E yer dəyişə bilər. Aşağıda da eyni şeyləri eləyək. B və C-ni qaraya qoymuşduq, gəl indi də qırmızıya qoyaq. B-ni və C-ni qoyuram qırmızıya, qırmızı doldu. Qaldı D, F, E. D-ni mən əgər gətirib ağa qoysam, F ilə E düşəcək qaraya. İkisi eyni yerə düşəcək. Deməli, D 100% qaradadır. F və E-dən biri qaradadır, biri də ki, ağdadır. Yenə eyni şəkildə onları mən dairəyə alıram. Əlaqələndirirəm ki, öz aralarında yer dəyişə bilərlər. Onların yeri dəqiq deyil. İndi baxaq variantlara. E-nin maşını qaradır. Baxıram ki, E-nin maşını bir versiyada ağdır, digər versiyada ağdır, amma yer dəyişəndə qırmızı da ola bilir, qara da ola bilir. Yəni, bir neçə ehtimal yaranır. Mütləq doğru deyil. E və D-nin maşınları eynidir. Baxıram ki, E və D-nin maşınları fərqli də ola bilir. Əgər E ilə F yer dəyişsə, eyni də ola bilir. Mütləq doğru deyil. D və C-nin maşınları müxtəlifdir. Baxıram ki, bu versiyada D və C-nin maşınları müxtəlifdir. Elə burada da müxtəlifdir. Deməli, bu variant oldu mütləq doğru. Əmin olmaq üçün o bir iki varianta baxsaq, F-in maşını qırmızıdır. F-in maşını qara da ola bilir, ağ da ola bilir, qırmızı da ola bilir. Mütləq doğru sayılmır. D-nin maşını qaradır, D-nin maşını mən qırmızıda da görürəm, qarada da görürəm, mütləq doğru sayılmır. Cavab olur C variantı. İndi gəlin biraz daha çətin sual üzərindən bu üsuldan istifadə etməyi yoxlayaq. Baxın, burada bir mətnlə bağlı 3 dənə sual ard-arda verilib. Baxaq məlumatlara. 8 nəfər insan ad verilibdir, amma 4 dənə ixtisas verilibdir. Yenə insan sayı ilə verilən digər məlumatdakı sayılar düz gəlmədi. Əgər 8-in 8 olsaydı, elə mən cədvəl qurardım. Amma 4 ixtisas verilib 8 dənə insan. Onda deməli nöqtələr metodu daha faydalı olacaq. Deyir, hər ixtisasa 2 nəfər qəbul oldu. Onda ixtisasları düzürəm. Hüquq, iqtisadiyyat, biologiya və incəsənət. Biologiya və son olaraq da incəsənət. Deyir ki, hər ixtisasa 2 nəfər qəbul oldu. Onda gəlirəm hər ixtisasın altına 2 dənə nöqtə qoyuram. Yəni hüquqa 2 nəfər, iqtisadiyyata 2 nəfər, biologiyaya 2 nəfər, incəsənət 2 nəfər. Adları tapdıqca yerləşdirəcəm. 8 nəfər insan var. Deyir, Yasəmən incəsənətə qəbul oldu. İncəsənətdəki yerlərdən biri doldu. Yasəməni buradan silirəm. Zahid və Tahir fərqli ixtisasa qəbul oldular. Ulduz və Sənan da eyni ixtisasa qəbul oldular. İpuclarını oxuduqca cümlələri burada təsvir etməyə çalışıram ki, sonra burada cümlələr yaddan çıxmasın. Ulduzla Sənanı alt-alta yazıram. Onlar birazdan eyni bir ixtisasa yazılacaq. Məsələn, bilirəm ki, onlar incəsənətdə olmazlar. Çünki incəsənətdə bir yer qalıb. Zahid və Tahiri də yazıram yanaşı. Üzərindən xətt çəkirəm ki, Zahid və Tahir bir yerdə olmamalıdırlar. Sonra bunların adlarını çəkdiyim üçün, onların qeydiyyatını burada yazdığım üçün adları buradan silirəm ki, adlar azalsın. Ulduz, Sənan, Zahid, Tahir gedir. Şəlalə, Ramilə, Vəli qalıbdır.
Deyir, biologiya ixtisasına qadınlar qəbul oldu. Biologiya 2 nəfər qəbul olmalıdır. Yasəməni yazmışıq. Ulduzla Sənan bir yerdədir, ona görə silmişik. Baxın, burada 2 dənə ad qalıb. Ramilə, Şəlalə. Deməli, biologiyaya qəbul olanlar biri Ramilədir, biri Şəlalədir. Onlar da yerləşdi. Son olaraq bir dənə qaldı Vəli. Vəli ilə bağlı bir ipucu yoxdur. Sadəcə olaraq adı yadımızdan çıxmasın deyə buradan silirəm, V hərfini yazıram bura. Baxın, 5 dənə nöqtə qaldı və 5 dənə də hərf qalıbdı. Onları yerləşdirməliyəm, amma ki ipucu bitibdi. İndi suallara keçməmiş. Baxın, yenə deyir ki, hansı mütləq doğrudur. Deməli, burada yenə ehtimallarla bağlı bir məsələ var. Çünki Ulduz və Sənandan davam eləsək, çünki Zahid, Tahir, Vəli bunlar onsuz tək-tək qalıblar. Ulduz və Sənan mən hara yerləşdirim? İqtisadiyyata da qoya bilərəm, hüquqa da qoya bilərəm. Deməli, 2 ehtimal yaranırsa, bunun eynisini tez aşağıda qururam. Hüquq, iqtisadiyyat, biologiya və incəsənət. Deməli, iqtisadiyyatla incəsənəti fərqləndirək. İqtisadiyyat və incəsənət. Və eyni nöqtələri təzədən qoyuram. Tapdıqlarımı qeyd edirəm. Sadəcə biologiyanı tapmışam ki, Ramilə ilə Şəlalədir. İncəsənətdə Yasəmənin olduğunu bilirəm. 5 dənə yer boş qalıbdı. Burada da 5 dənə hərf qalıbdı. Həmin hərfləri yerləşdirməliyik. İndi necə olacaq? Ulduzla Sənanı bir dəfə hüquqa qoyacam. Sonra baxacam digərləri üçün. Sonra bir dəfə də Ulduzla Sənanı iqtisadiyyata qoyacam. Ulduzla Sənanı hüquqa qoyandan sonra Zahid, Tahir, Vəli qalır. Əgər Vəlini incəsənətə qoysam, Zahidlə Tahir eyni yerə düşür. Deməli, Vəli iqtisadiyyatdadır. Zahidlə Tahirdən biri iqtisadiyyatda, biri incəsənətdədir. Bu şəkildə. Və əlavə olaraq Zahidlə Tahirin hansı incəsənətdə, hansı iqtisadiyyatdadır bilmədiyim üçün dairəyə alıram, deyirəm ki, Zahidlə Tahir yer dəyişə bilər. Onların yeri dəqiq deyil. Eyni şey aşağıda eləsək, Ulduzla Sənanı bu dəfə iqtisadiyyata yerləşdirirəm. Qaldı Zahid, Tahir, Vəli. Vəlini incəsənətə qoysam, yenə Zahidlə Tahir eyni yerə düşür. Onda nə edirəm? Vəlini qoyuram hüquqa. Zahidlə Tahirdən biri hüquqa yerləşir, biri də incəsənətə. Yenə onları dairəyə alıram və işarələyirəm ki, onlar öz aralarında yer dəyişə bilərlər. Beləcə sual bitdi. Artıq mən bunun hesabına 3 dənə sual yaza bilərəm. Deyir, hansı mütləq doğrudur? Şəlalə biologiyaya qəbul olub. Baxıram ki, 2 versiyanın ikisində də şəlalə biologiyadadır. Deməli, bu oldu mütləq doğru. Amma məsələn, 1-2 dənə səhv variantı baxsaq, Zahidin hüquqa qəbul olmağı birinci versiyada səhvdir, iqtisadiyyatda da ola bilər, incəsənətdə də. Zahid yer dəyişə bilir. İkincidə isə Zahid hüquqda da ola bilər, incəsənətdə də. Bu artıq mütləq doğru sayılmır. Ola da bilər, olmaya da bilər. Ulduz iqtisadiyyatdadır. Ulduz hüquqda da ola bilər, iqtisadiyyatda da. Dəqiq deyil. Dəqiq olan A variantı idi, A variantını götürdük. 39-a deyir ki, hansı səhvdir? Şəlalənin biologiyaya qəbul olmağı mütləq doğru idi, onu götürmüşdük. Zahidin hüquqda olmağı. Baxın, görürük ki, burada Zahid hüquqda ola bilir. Yəni, ola bilirsə, deməli, bu ehtimaldır. Bu mütləq səhv sayılmır. Ulduzun iqtisadiyyatda olmağı. Ulduzu iqtisadiyyatda görürəm. Deməli, mümkündür. Hələ heç yuxarıya baxmıram, çünki bu variantlar hələ ki, aşağıda ödəyir. Yəni, bizdən səhvi istəyir. Vəli incəsənətdədir. Baxaq. Vəlini mən burada hüquqda görürəm. Yuxarıya qalxıram, Vəlini iqtisadiyyatda görürəm. İncəsənətdə mən Vəlinin adını görmürəm. Deməli, Vəlinin incəsənətdə olmağı mütləq səhv sayılır. Tahirin hüquqda olmasına baxsaq, son olaraq. Tahir incəsənətdə də ola bilər, yer dəyişsə iqtisadiyyatda da ola bilər. Tahir əgər aşağıda yer dəyişsə, incəsənətdə də ola bilər, hüquqda da ola bilər. Deməli, Tahirin hüquqda olmağı səhv sayılmır. 40-cı sual. Deyir ki, ulduzun iqtisadiyyata qəbul olduğu məlumdursa, hansı doğrudur? Deməli, 40-da bizə əlavə məlumat verir. Bir dənə də ipucu verir. Amma sadəcə bu ipucu sadəcə 40-cı sualla bağlıdır. O birilərinə aidiyyəti yoxdur. Ulduzun iqtisadiyyatda olduğu versiyanı deməli mən götürməliyəm. Baxıram ki, burada ulduz hüquqdadır. Bunu silirəm. Ulduzun iqtisadiyyatda olduğu versiya budur. Buna nəzərən işləyirəm. Deyir, ulduz iqtisadiyyatdadırsa, hansı mütləq doğrudur? Sənan hüquqdadır. Baxıram ki, Sənan iqtisadiyyatdadır. Zahid incəsənətdədir. Zahid incəsənətdə ola da bilər, olmaya da bilər. Tahir incəsənətdə ola da bilər, olmaya da bilər. Zahidlə Tahir yer dəyişir. Tahir hüquqda ola da bilər, olmaya da bilər. Vəli hüquqdadır. Baxıram ki, Vəli həqiqətən də hüquqdadır. E variantını götürürəm. Son olaraq gəlin qəbula düşmüş bu 3 dənə sualı həmin o nöqtələr metoduna həll etməyə çalışaq. Deyir ki, sinifin 7 məzunu, hərflərlə o məzunların adları işarələnib, Tibb Universitetinin müalicə işi, pediatriya və stomatologiya fakültələrinə qəbul oldular. 7 nəfər var. Baxın, yenə ixtisas sayı ilə, fakültə sayı ilə insan sayı düz gəlmir. Yəni 3 dənə ixtisas var, 7 nəfər var. Deməli, cədvəl qurmaqdansa nöqtələr üsulu daha çox işimə yarayacaq. Yazıram müalicə işi, pediatriya və stomatologiya. Bunlar oldu fakültələr. İndi hərəsində neçə nəfər olduğunu bilsəm nöqtələr qoyaram. Bilməsəm də sualın gedişatından asılı olaraq yenə lazım olduqca
nöqtələr qoyub yerləşdirməyə çalışacağam. Amma burada cədvəl qursaydım bəlkə də çox daha uzun vaxtım gedəcəkdi. A və E eyni fakültəyə qəbul oldular. A və E-ni kənarda birləşdirirəm. Alt-alta yazıb birləşdirirəm. İndi birazdan hara uyğun olsa oraya yazacağam. Pediatriya fakültəsinə yalnız bir nəfər qəbul oldu. Onda pediatriyaya bir dənə nöqtə qoyuram. Hətta buranı çərçivəyə alıb bağlayıram. Bilirəm ki, bura sadəcə bir nəfərin adı yazılacaq. Çünki bir dənə nöqtə var. Məsələn, A və E artıq buraya yazıla bilməz. B, D, F müxtəlif fakültələrə qəbul oldular. Bu məlumat da mənim çox işimə yarayır. Mən B-nin, D-nin, F-nin hara qəbul olduğunu bilməsəm də, onlar 3 nəfərdir, bizdə də 3 dənə ixtisas var. Müxtəlif fakültələrə qəbul olubsa, deməli hərəsi birinə qəbul olub. Onda mən dəqiq bilməsəm də hərəsinin adını birinə yazım ki, orada bir dənə yer dolu olsun. Çünki onların hərəsinin orada bir dənə yeri olmalıdır. Çünki deyir müxtəlif fakültələrə qəbul oldular. Hər ixtisasda onların birinə bir dənə yer ayrılmalıdır. Onda yazıram B, D, F. Sadəcə olaraq əlavə olaraq mən onu dairəyə ala bilərəm ki, bilim ki, onların yeri dəqiq deyil. Sadəcə olaraq təxmini mən yazdım ki, yerlər dolsun. Bu mənim nə işimə yaradı? Məsələn, artıq mən bilirəm ki, pediatriya doludur. Pediatriyaya başqa hərf yazıla bilməz. B, D, F-dan biri yazılmalıdır. Bunlar oxla işarə edirəm ki, yəni lazım olsalar, yəni bunlar yer dəyişə bilər. Sonra davam eləsək, növbəti ipucuna baxsaq, deyir C-nin qəbul olduğu fakültəyə bu sinifdən cəmi 2 nəfər qəbul oldu. Bu nə işimizə yarayır? C özü bir nəfərdir. Bu fakültəyə deyir bu sinifdən cəmi 2 nəfər qəbul oldu. Elə özü bir nəfər, deyir cəmi 2 nəfər qəbul oldu. Onda bir nəfər də varsa olur 2 nəfər. Onda bunu da çərçivəyə alıram, bağlayıram. C-nin yanına deməli bir nəfər yazılmalıdır. Bir dənə ad yazılmalıdır. Hə. Yəni bu şəkildə artıq mən C-nin pediatriya onsuz da yaza bilmərəm. Ora doludur. Ya müalicə işinə yazacağam, ya stomatologiya. İndi adlarını çəkdiyimiz hərfləri silək, çünki ipucları bitdi. B, D, F. Sonra A, E, C. Burada bir dənə C qalıbdı adı çəkilməyən. Baxın, gəlin düşünə görə C harda olacaq. C-nin yerini tapmağa çalışaq. Əgər mən C-ni müalicə işinə yazsam, onda elə C-nin yanına bir nəfər lazımdır. Elə həmin bir nəfər B olacaq. Deməli, C-nin yanına başqa heç kəs yazıla bilməz. C-ni mən stomatologiyaya yazsam, C-nin yanında bir nəfər olmalıdır. Həmin nəfər F olacaq, orada olacaq. Deməli, mən C-ni C-nin yanına yaza bilmərəm. Çünki yazsam, onları yerləşdirəcək bir yer qalmır. Çünki C ilə C deyir ki, deyir C hara qəbul olubsa, ora 2 nəfər qəbul olub. Yəni C-nin yanına C-ni yazandan sonra mən bunu hara aparsam 3 nəfər olacaqlar. Deməli, C C-nin yanında deyil. Onda hardadır? Bilirəm ki, deməli AE hara getsə o da ora gedəcək. AE harda yerləşsə o da ora gedəcək. Çünki pediatriya dolubdur, 2 dənə boş yer qalıb. C-ni yazsam müalicə işinə, AEC düşəcək stomatologiyaya. Və yaxud da ki, C-ni yazsam stomatologiyaya, AEC düşəcək müalicə işinə. Onda mən gedirəm, C-ni birləşdirirəm A ilə və E ilə. Bu şəkildə onları qruplaşdırmış oldum. Amma ipucum azdır deyə başqa heç nə elə bilmirəm. Amma sual bitdi. Yəni başqa heç nə qalmadı. Keçirəm variantlara. Yəni suallar üzərindən qayıdacağam yenə. Əgər bu məzunlardan çoxunun müalicə işinə qəbul olduğu məlumdursa, 7 məzundan neçəsinin yerini tapmaq olmaz. Mən baxıram ki, əgər çoxu müalicə işinə qəbul olubsa, çox deyəndə sizcə hansı nəzərdə tutulur? Burada C onsuz da bir nəfərdir. Amma AEC çoxdur. Onda AEC-ni yazırıq müalicə işinə. AEC müalicə işinə düşür. Onda C da düşür stomatologiyaya. AEC-nin və C-nin yeri tapılır. 4-ün yeri tapılır. 7 nəfər idilər. 7 məzun idi. 4-ü tapıldı. BDF tapılmır. Çünki onların hansı hardadır onu bilmirik. Təxmini bilsək də hansı hardadır onu dəqiq bilmirik. Deməli, 3-ünün yeri tapılmır. Cavab oldu D variantı, amma bu yazdıqlarımı silirəm, çünki bu sadəcə 43-cü sual üçün keçərli idi. 44. Bu məzunlardan hər birinin qəbul olduğu fakültəni tapmaq üçün deyir, ən azı 3 nəfərdə deyilməlidir ki, hara qəbul olub. Ondan sonra tapılacaq ki, bütün məzunlar hara qəbul olub. Deyir, bu 3 nəfər kimlərdir? Gəlin biraz variantlara baxaq. Məsələn, A-da deyir ki, C, D, E. Mənə C-ni, D-ni, E-ni deyirsə, yəni C-ni desə, onsuz da mən bilirəm ki, C hardadır, E oradadır. Nəyə görə ikisini birdən desin? Bu lazımsız məlumat olar. Orada deyir ki, ən az 3 məlumat verilməlidir. Əgər bu məlumatın biri lazımsızsa, onda bu doğru olmur. Çünki deməli 2 məlumat da bəs eləmiş olar. C, D, E-nin deyilməyi bəs eləmir. Düşürəm aşağı, deyir A, C, C. A, C, C-ni mən bilsəm, yenə A ilə C bir yerdə də onsuz. Birini bilsəm bəs eləyir. Həmçinin də ki, A-nı, C-ni bildim.
C-ni bildim. Yenə BDF-ni yerləşdirə bilməyəcəm. Deməli, onda BDF üzərindən geçsək. Bu üçünü də mənə desə bu lazım deyil. Üçünü də desə, onsuz da baxın, E variantda BDF deyir. Üçünü də deyir. Onsuz da onlardan ikisinin yeri mənə desə, B-nin və D-nin yerini desə, misal üçün, mən F-ni özüm tapmış olacam da onsuz. İkisini desə, birini də özümüz bilirik ki, hara qəbul olub. Çünki hərəsi ayrı-ayrı yerə qəbul olub. Amma birini desə bəs eləmir. Deməli, minimum 2 dənəsini deməlidir. BDF-dan 2 dənəsinin adı çəkilməlidir, minimum. A, E, C-dan da birini desə kifayət eləyər. Baxın, C-ni desə ki, müalicə işindədir, mən avtomatik deyəcəm ki, bunlar da stomatologiyadadır. Çünki pediatri onsuz doludur. C-ni desə ki, tutaq ki, buradan götürək. E-ni desə ki, müalicə işindədir, deyəcəm ki, C-da stomatologiyadadır. Deməli, BDF-dən ikisi deyilməlidir, A, E, C-dan biri deyilməlidir. Bu formada variant axtarsaq, baxın, BDF-dan ikisini burada qoymayıblar, birini qoyublar. Bu yoxladığım səhv variantları atıram. D variantında B-ni və F-ni veriblər. Deməli, D da avtomatik tapıldı. Bir də C-ni veriblər. C-ni bilsəm, bu biri dəstəni də biləcəm. Hamısını tapmış olacam. Cavab olur D variantı. Son sual, 45-ci sual. Hansı mütləq səhvdir? C pediatriya qəbul olub. Pediatriya qəbul olan ya B-dır, ya D-dır, ya F-dır. C ola bilməz. Hansıdır bilmirəm, amma BDF-dən biridir. Onda A variantı oldu mütləq səhv. Deyir, C müalicə işinə qəbul olub, ola bilər. Stomatologiya fakültəsinə 2 nəfər qəbul olub, ola bilər. Bəlkə elə C stomatologiyadadır, ola bilər. Yəni, bunlar ehtimallardır, mümkündür. A və B müxtəlif fakültələrdədir, ola bilər. A və B eyni yerdə də ola bilər, müxtəlif də ola bilər. Bunlar hamısı ehtimallardır. Müalicə işi fakültəsinə məzunlardan 4-ü qəbul oldu. Eyni də yoxlasaq, bu 3 nəfər gəlsə bura 4 nəfər olacaqlar. Deməli, bunlar da mümkün olur, amma A variantı mütləq səhvdir. Deməli, bu nöqtələr metodu bizə bir çox suallarda sualı daha tez işləməyimizə, ipucunu daha tez görməyimizə kömək olur. Bu günlük bu qədər. Sağ olun, hələlik.